Salam, xoş gördük hər birinizi. Bu günlərim mən əsl sezonu olan alma cemi hazırlayacağım. Nə qədər ki, boldur, ucuzdur, alıb qış üçün hazırlamanızı tövsiyə edirəm. Alma cemini sarı almalardan və yumuşaq almalardan hazırlayırlar. Mən də sarı almaları yuyub, suyunu çəkildikdən sonra gördüyünüz kimi qabığını soyub, içərisinin tumunu çıxarıram. Dilimləyərək içərisində olan tumu çıxardacağam. Mən almaların hamısını qabığını soyub, xırda-xırda gördüyünüz kimi dilimlər halında doğradım. Tərəzidən çəkdim. Tam-tamına 4 kiloqram alma qalıbdır məndə. Doğradığım almaları bir dərin qazanın içərisinə əlavə edib, üzərinə 2 stəkan su əlavə edirəm. Daha sonra isə ocağın vam xodunda qaynamağa qoyuram, qapağını da bağlayıram ki, almalar yumşalsın. Amma tez-tez qarışdırmaq lazımdır ki, almalar qaynayarkən yanmasın, dibi yapışmasın deyə. Qapağını qaldırıb tez-tez almaları qarışdırıram. Gördüyünüz kimi artıq almalar əzilməyə başlayıbdır, yəni yumşalır. Tamamilə yumşaldıqdan sonra blenderdən pürə halına gətirəcəm almaları. Almalar artıq tamamilə yumşalıbdır. İndi isə blenderlə əzməyə başlayıram, yəni pürə halına gətirirəm. Sizdə blender olmazsa, almalar tamamilə qaynayıb yumşaldıqdan sonra karta vəzənlə və yaxud da ki, mikserlə də həll edə bilərsiniz, pürə halına gətirə bilərsiniz. Mikserlə istifadə edərkən biraz diqqətli olmaq lazımdır ki, almalar qaynar olduğu halda sıçraya bilər. Almaları püre halına gətirdikdən sonra 4 kiloqram alma üçün 3 kiloqram şəkər tozu əlavə etdim mən. Mənim istifadə etdiyim almalar biraz şirinliyi az olduğu üçün mən şəkər tozunu biraz artıq əlavə etdim. Sizin almalarınız şirin olarsa, daha şirin olarsa şəkər tozunu azaldıb və yaxud da ki, turşməzi olarsa çoxalda bilərsiniz. Şəkər tozunu əlavə etdikdən sonra tez-tez qarışdırırıq ta ki, qatılıb cem halına gəlincəyədək. Artıq mənim cemim gördüyünüz kimi qatılıqdır. Yəni ki, gördüyünüz kimi cem halına gəlibdir. Soyduqdan sonra daha da qatılacaq. Ocağın altını söndürüb qaynar-qaynar sterilizə edilmiş bankalara yığıb qapaqlarını bağlayacağam.
Mənim hazırladığım cem 6 bança çıxdı. Yəni bir bançasını soyuducuda uşaqların yeməyi üçün saxladım. Digər 5 bançanı isə isti-isti qapaqlarını bağlayıb qış üçün saxlayacağam. Hazırlayan hər kəsə nuş olsun. Allah hər kəsin bağladığını az şirinlə yeməyi nəsib etsin inşallah. Gördüyünüz kimi artıq cemimiz hazırdır. Qatılığı yerində, hələ ki soyumayıbdır. Soyuduqdan sonra tamamilə çox gözəl qat-qat alınan cem alındı. Əminəm ki, sizlər də bəyənib hazırlayacaqsınız. Və mənim kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub zil butonunu aktiv edin ki, paylaşdığım videolarda anında xəbərdar olun. Və videolarımı yaxınlarınızda paylaşın ki, daha çox insanlar videolarıma baxıb faydalansın deyə. Və videolarımı sonacan izləyin ki, mənə daha da dəstək olun. Videolarımı sonacan izləsəz, mənə qat-qat dəstək olmuş olarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.